Bir daha sabahınız xeyir, gününüz uğurlu olsun hörmətli izləyicilərimiz. Verilişimizin əvvəlindən də anonsunu vermişdim ki, bugün studiyamızın qonağı uşaq və yeniyetmə psixoloqu Murad Akifsoy olacaq və artıq bizimlədir. Xoş gəlmişsiniz Murad bəy, sabahınız xeyirli olsun. Sabahınız xeyir, xoş gördük. Murad bəy, bugün belə bir sual qoymuşuq izləyicilərimiz üçün uşaqlarınızla ünsiyyət yarada bilirsinizmi? Və çox fərqli cavablar gəldi. Mən elə qaynar xətt əlimdə də orada yazılan suallardan da sizi ünvanlayacağım, amma ilk olaraq diqqətimi çəkən bir nüans var idi ki, izləyicilərimizin əksəriyyəti bu cür cavablandırdı ki, mən uşağımla dostam. Ümumiyyətlə, uşaqla dost olmaqmı, yoxsa arada müəyyən valideyn-uşaq pərdəsi, sərhəddi saxlamaq mı lazımdır? Burada birlikdə valideyn bir roldur. Necə ki, məsəl üçün, siz burada əməkdaşsınız, başqa bir yerdə başqa bir rolunuz var. Valideyn də cəmiyyət içində bir roldur, eyni zamanda ailə daxilində də bir roldur və burada idarə edici bir roldur. Amma dostluq münasibəti bu rolu itirməyə səbəb olur. Və belə olan halda uşaqlar sabahsı gün həmən dost olan valideynlər deyirlər ki, uşağım artıq məndən danışığını bilmir, məndən ünsiyyəti düzgün şəkildə qura bilmir və yaxud həddini aşır və yaxud mənim dediyim hər hansı bir şeyə ciddi yanaşmır. Onun nəyə görə? Çünki artıq dost olduğuna görə valideyn o statusunu itirmiş olur. Çünki valideynin bir statusu var və bu status hər zaman yuxarıdadır. Yəni, valideyn idarə edici birlikdə sistemdir və orada sistemin yuxarısını təmsil eləyir. Uşaqlar isə valideyndən alan və 90% hallarda icra eləyəndir. Təbii ki, uşağın şəxsiyyəti önəmlidir, amma hansı yaşdakı şəxsiyyəti? Məsəl üçün, 5 yaşındakı uşağa biz dost kimi yanaşıb, ona 20 yaşındakı insanın başa düşəcəyi şəkildə dost olmağa çalışırıqsa, bu problemdir. Və burada problemlər yaranmağa başlayacaq. Ona görə üstəlik də o uşağın həyatında fərqli sahələrdə, fərqli yerlərdə nə qədər dostu olacaq. Amma onun cəmi bir atası və bir anası var. İcazə verək ki, onun atası və anası olsun orada. Yəni, çünki ata və ana olmaq artıq burada həm valideynə özünü belə deyək, nəzarət eləməyə kömək eləyir, eyni zamanda uşağın da həmən rola hörmət eləməyinə şərait yaradır. Yəni, burada qarşılıqlı, yəni sevgi hər zaman önəmlidir, amma qarşılıqlı hörmət, disiplin yoxdursa ailədə, mütləq ki, problemlər çıxacaq ortaya. Murad bəy, ümumiyyətlə, günümüz ailələrində uşaqlarla, ailə daxili bir-birləri ilə ünsiyyət qurmaq problemi var, bu reallıqdır. Düzdür, ola bilsin ki, bölgələrimizdə müəyyən mənada bu problem o qədər də hələ ki özünü göstərmir, amma şəhərdə, ümumiyyətlə, şəhərlərdə ciddi problemdir. Ailələr, yəni evdə bir-birləri ilə, ümumiyyətlə, ailə daxili münasibətlərdə ünsiyyətlər pozulub və yox dərəcəsindədir. Təbii ki, burada xüsusən də uşaqlar bu məsələlərdə müəyyən o travmaları alırlar. Bunun problemi nədir? Kökündə nə dayanır? Birinci növbədə şəhərdə valideyn ünsiyyət ehtiyacını qarşılayacağı həddən çox alternativ var. Birinci növbədə iş. İkinci məsələ, valideynlər demək olar ki, axşam evə yorğun gəlirlər və sadəcə növbəti günə hazırlaşmaq üçün həmən gecəni istifadə eləməyə çalışırlar. Və digər bir məsələ, birlikdə cihaz istifadəsi daha çox vurğulanır. Hansı ki, valideynlər deyirlər ki, uşaqlar telefonlarına baxırlar, televizora baxırlar, ona görə biz onlarla ünsiyyət saxlaya bilmirik. Amma çox üzr istəyirəm, əksər valideynlərdə də bu hal var. Yəni, valideynlər telefonda daha çox. Elə ona deyəcəyim ki, burada nümunə məsələsi var ki, biz cihazları kənara qoyduğumuz təqdirdə uşaqlar da birlikdə bizi izləyəcəklər. Amma onlara onu göstərəndən sonra biz kənara qoyuqsa, artıq bizə baxmayacaqlar. Artıq onların əlində bir vasitə var. Birinci növbədə bu birlikdə hər hansı bir problemi həll etməyin birinci yolu, negativ davranışları aradan qaldırmağın birinci yolu sağlam alternativlər formalaşdırmaqdır. Okey, telefon olmaz, televizor olmaz. Bunun yerinə nə etmək olar? Birlikdə gəzməyə çıxa bilərlər, oturub söhbət eləyə bilərlər və əksər Azərbaycan valideynlərinin əsas problemi uşaqlarla sadəcə dərs üzərində danışırlar. Yəni, ünsiyyətləri dərs oxudunmu, bugün məktəbdə problem olmayıb. Yemək yemisən, ac deyilsən, istəsənmi? Bunlar çərçivəsində hər şey qaydasındadır. Yox, əgər bunlar içində hansı bir problem varsa, valideyn artıq həmən məsələyə görə uşağına diqqət göstərməyə başlayır. Uşaq da artıq problemlərə diqqət göstərən valideyn olduğuna görə valideyn diqqət çəkmək üçün daha çox problem gətirir. Çünki uşağın valideyn diqqətinə ehtiyacı var. Bax, bəzi izləyicilərimizin də mesajları bu yöndə idi. Günün sualına cavabları ki, xüsusən atalar qeyd edirdi ki, mən uşaqlarımı çox əzizləmirəm, çox öpmürəm, onlar ərköyün deyirlər, yaxşıdırlar tərbiyəsi, yəni razılıq edir. Amma burada bir məsələ var, əzizləmirəm, çox öpmürəm. Bu nə dərəcədə doğrudur? Uşağın axı valideynindən, xüsusən də məncə atalardan gözlədiyi o bir diqqət və qayğı var. Bunu almadıqda gələcəkdə hansı fəsadlar yarana bilər?
Birinci növbədə atanın evdə rolu çox böyükdür. Təəssüf ki, bizdə ataların rolu sadəcə olaraq evin çölündən ibarətdir. Yəni, maddi məsələləri həll eləyir, evin texniki məsələlərini həll eləyir və artıq evə gələndə dincəlməyi istəyir və heç kimin mane olmağını istəyir. Bu, bir tərəfdən çox normaldır. Amma digər tərəfdən də evdə böyüyən bir cəmiyyət üzvü var və atanın rol model götürən bir şəxslər var. Qız olsun, oğlan olsun, fərqi yoxdur. Hər ikisi üçün fərqli formada ataya ehtiyacı var. Və ata ilə kontakt eyni zamanda o atanın xaricdə həll etdiyi dünyanın nümunəsidir. Yəni ata o dünyanın təmsilçisidir onlar üçün. Və o dünyaya olan yanaşmaları ataların onlara olan münasibətini əsasən şəkillənir. Yəni ata onlara necə davranırsa, ata ilə münasibətləri hansı şəkildədirsə, çöldəki davranışları daha çox o yöndə olur. Və belə olan halda ata vaxt keçirmirsə, burada çox dedi. Əslində istənilən şeyin çoxu ziyandır. Amma burada çox deyəndə ümumiyyətlə olmursa, yəni hər hansı bir qayğı, hər hansı bir ünsiyyətdən söhbət gedə bilmirsə. Növbəti mərhələdə bu uşaqlar artıq insanlarla kommunikasiyada çətinlik çəkəcəklər. Çöldə özlərini ifadə edə bilməyəcəklər. Hansısa bir otorite figuruna, dedikdə məktəbdə, müəllimə, ictimai nəqliyyatda, başqa bir yerdə haqqlarını tələb edə bilməyəcəklər. Ki, bu valideyn aşağı olacaq bir növbəndə. Özgüvən aşağı olmasının əsas səbəbi burada praktikan olmamağıdır. Biz beylikdə özgüvənimiz hər hansı bir şey eləyəndən sonra formalaşır. Məsəl üçün beylikdə ilk günkü efirdəki çıxışınızla bugünkü sakitliyiniz eyni şəkildə deyil. Niyə? Çünki artıq bir praktikanız var. Eyni şəkildə uşaqlar da bunu praktik eləməlidirlər. Amma ata bunu eləmirsə, ana bunu eləmirsə, bunu kimdən eləyəcək? Bunlar olmadığı təqdirdə və tək ananın eləməyi də yetərli deyil, tək atanın eləməyi də yetərli deyil. Başqa insanlarla ünsiyyət saxlamağını təşviq eləmək lazımdır. Get filan kəslə danış və yaxud da sən ingilis dilini bilirsən, get filan kəslə danış, o tərzdə yox. Bunu göstərmək, məsəl üçün getdikləri tədbirləri uşaqlara aparmaq, ki, məsəl üçün deyək ki, vaxt keçirmək. Burada məsələ vaxtın çoxluğu yox, vaxtın keyfiyyətidir. Ola bilər ki, 5 saat uşağınızla ola bilərsiniz və heç bir şey eləməyə bilərsiniz. Ola bilər ki, 15 dəqiqə ola bilər ki, siz bunu çox dəyərli keçirə bilərsiniz. Uşağınızın həyatına qızıl hərflərlə yazıla bilər. Bir mesajımız var, o mən diqqətimi çəkdi. İzləyicimiz yazır ki, mən Qazaxstanda yaşayıram və bacımın övladlarına baxırdım. Ataları atıb getmişdi və bunu uşaqlara demirdi. Məndən soruşanda da deyirdim ki, atanız uzaqdadır. Deməli, qatarlarla və samalyotla gedib harasa, hava gəmisi ilə və indi deyir, o uşaqlar böyüyüblər, hər ikisinin də peşəsi o yöndədir. Bir hava gəmisi sürür, digəri isə qatar. Ümumiyyətlə deyir, düşünürəm ki, bunun, yəni mənim keçmişdə bu məsələ ilə bağlı onlara dedim, belə deyək də, xırda yalanın onların həyatında rolu olub. Bu mənim diqqətimi hansı nüansdan çəkdi ki, bax, bu cür xoş olmayan halları uşaqlara necə açıqlamalıyıq? Yəni, onlara yalan danışmaq doğrudurmu? Burada qavrayış məsələsi var, deyək. Məsəl üçün, 5 yaşındakı uşağın ölüm anlayışından bizim ölüm anlayışımız eyni deyil. Burada tərk etmək də eyni şəkildə. Onlar üçün, deyək, indi yoxdursa, onlarda mücərrəd təfəkkür olmadığına görə, yəni sabah, dünən, gələn il, uzaqlar yoxdur. Onlar üçün bura və indi var. Və hətta, məsəl üçün, müasir dövrdə yeni bir cərəyan formalaşır, mindfulness-dir. İnsanların burada və indi yaşamağına kömək edir. Çünki insanlar daha üzgün hiss eləyəndə daha çox keçmişə yönəlirlər, daha həyəcanlı hiss eləyəndə daha çox gələcək. Yəni, indidə yaşamaq və indinin həzzini almaq üçün insanlara bu təklif olunur. Və uşaqlarda bu zaten, doğuşdan fizioloji olaraq var. Sonradan yavaş-yavaş mücərrəd təfəkkür inkişaf eləyəndən sonra dəyişir. Və bu dövrdə uşaqlara bunun aşılamağın hər yaşa görə fərqli yolları var. Amma istənilən halda uşağa yalan danışmaq qəti şəkildə olmaz. Ola bilər ki, 3 yaşında bunu başa düşməzdi, amma 5-6 yaşında artıq biz onu bir daha görməyəcəyik, o bizim yanımızda deyil. Hər yaşa uyğun bu informasiyanı, gəlməyəcək informasiyanı yaşa uyğun genişləndirib, inkişaf etdirib, daha düzgün çatdırmaq lazımdır. Və çatdırmayanda nə olur? Adətən həmən uşaqlar çatdırmayan valideynə daha çox aqressiv olurlar, nəinki qoyub gedən valideynə. Niyə? Çünki onlar yalan danışmış olurlar və onların bir növ doğru bilmə haqqını əlindən almış olurlar. Murad bəy, bir nüans uşaqların tərbiyəsi məsələsində də istəyirəm bizim o məsləhətlərinizi verəsiniz. Bax, günümüzdə valideynlərin çoxu deyir ki, uşaqlar telefondan çox oynayırlar, ümumiyyətlə onlayn oyunları çox oynayırlar, biz onları dərsə təşviq edə bilmirik və ya hər hansı irad bildiririksə onu qəbul etmirlər. Yəni, bizlə ünsiyyətdən qaçırlar. Bu hallarda nə etməliyik? Uşaqları o doğru yol deyirik, yönləndirmək. Amma necə yönləndirək?
Buradakı Tərbiyə üsulları nədir? Fikir verirsiniz, sizə də gələn şeylər bunlardır və bizə də gələn suallar eynidir. Dərs. Həyat dərsdən ibarət deyil. Həyat steril bir yer deyil. Yəni onlar sadəcə dərslə məşğul ola bilməzlər. İndi hal-hazırda abituriyentlərlə birlikdə bazar günü imtahan verəcəklər, buraxılış imtahanı verəcəklər Dövlət İmtahan Mərkəzində. Və valideynlərin ən böyük həyəcanı odur ki, bu uşaqlar imtahanı verə biləcəklərmi? Uşaqların da ən böyük həyəcanı odur, bilirsiniz nədir? İmtahandan sonra valideynlər məndən necə davranacaq? Buradakı məsələ kommunikasiya məsələsidir ki, birinci növbədə hər şeyin dərsdən ibarət olmadığını, nə qədər intihar məsələləri var, bunu da burada qeyd etməyin əsas şey. Bu kommunikasiya yoxsunluğundan və eyni zamanda valideynlərin onların üstündə yaratdığı təzyiqlərdən dolayı gələn bir şeylərdir. Yəni, uşaq düşünür ki, çox üzr istəyirəm, yəni onun sağlamlığı daha aşağıdadır. Əsas odur ki, o uğur qazansın. Uğur qazansın və uğur qazanmırsa valideynlər onu istəməyəcəklər, lazım və bunu birlikdə sözlü və yaxud da fiziki şiddətlə bəzi hallarda evdə görə bilirlər. Ona görə yəni birinci növbədə dərs məsələsini bir gündəm olaraq çıxarmaq lazımdır. Və uşaqlar sadəcə dərslə valideynin diqqətini çəkirsə, yəni valideyn sadəcə dərs etdiyi müddətdə uşaqla vaxt ayırırsa, uşaq daha yavaş, daha ləng oxuyacaq ki, valideynin diqqətini daha çox alsın. Əksinə, dərsi bitirəndən sonra biz dərsi bitiririk, ondan sonra birlikdə bərabər oyun oynayacağıq desək, bir müddətdən sonra, bir həftə, 10 gündən sonra görəcəksiniz ki, uşaq dərsəni hazırlayacaq ki, sadəcə olaraq valideynin keyfiyyətli vaxt keçirə bilsin. Valideyn birinci növbədə o keyfiyyətli alternativi göstərməlidir ki, bax, sən dərsini bitirəndə sən öz işlərini gördükdən sonra mənim sənə ayıracaq bu vaxtım var. İstəsən bunu sənin dərsinə ayıra bilərəm, bu sənə heç xoş deyil. İstəsən bunu əyləncəmiz üçün ayıra bilərik. Yəni o təşviq etmək. Təşviq etmək. Və yəni birinci növbədə nə olmaz, yox, nə olar. Məsəl üçün telefon məsələsini bayaq dedim, yəni birinci növbədə alternativ vermək. Və ikinci məsələ telefon günümüzün reallığıdır. Hətta valideynlər oyun oynayırlar, YouTube-a baxırlar ki, bu bir tərəfdən də ehtiyacdır. Burada qeyd verəcəm. Hətta bəzi valideynlər yazır ki, mən telefonu uşağa vermirəm. Bu da nə dərəcədə doğrudur bəs bu günümüzdə? Beləliklə 3 yaşa qədər biz ümumiyyətlə ekran istifadəsini tövsiyə eləmirik. 3 yaşdan 7-8 yaşa qədər hardasa yaşı vurulsun 5 dəqiqə istifadə eləyə bilər və ondan sonraki dövrdə artıq yəni bu dəqiqələr arta bilər. Yenə də 1 saat olmamaq şərti, 1 saatdan çox olmaması şərti ilə. Murad bəy, sonda valideynlərə qısa da olsa bir, necə deyək, məsləhətləriniz varsa onları eşitsinlər sizdən və artıq zamanımız bitir. Sağ olaşaq. Okay. Birinci növbədə valideynlərə demək istədiyim şey odur ki, uşağınızın nəyə ehtiyacı var, birinci ona baxmaq lazımdır. Ki, uşağınız ola bilər ki, çox qəşəng rəsm çəkir, çox qəşəng musiqi qabiliyyəti ola bilər, çox yaxşı bir idmançı ola bilər, sadəcə olaraq dərsdən kifayətlənməsinlər. Amma sadəcə olaraq dərs deyirlərsə, uşağını tanımayacaqlar, tanımadığına görə yanlış yönləndirəcəklər və həm özlərinin yatırımları, əməkləri, digər şeyləri boşa getmiş olacaq, həm də uşağın həyatı puç olacaq. Birinci növbədə uşaqları dinləməyi öyrənməyimiz lazımdır. Əgər biz uşaqları dinləmiriksə, uşaqlar da bizi dinləməyəcək. Yəni, tanımaq üçün biz onlara qulaq asmalıyıq. Qulaq asmaq deyəndə birinci şərait yaratmaq. Məsəl üçün, deyək ki, vərəq verirsiniz, birlikdə rəsm çəkirsiniz, alınırmı, alınmırmı, sürrealmı çəkir, realmı çəkir, ümumiyyətlə, düşünmə bacarığı hansı şəkildədir, rəqs eləyirsiniz, musiqi, dinləmə şəkli hansı şəkildədir, gəzməyə çıxırsınız, insanlarla kommunikasiyası hansı şəkildədir, bir dəfə qruplarla gedirsiniz, oradakı uşaqların kommunikasiyası necədir, idarəmi eləyir, kənarımı çəkilir, hansı bacarıqları var. Ona görə birinci növbədə bunlara baxmaq lazımdır. Ondan sonra bunu aydınlaşdırandan sonra valideynlərin uşaqlarla kommunikasiyası çox da asan olacaq. Təşəkkür edirik Murad bəy. Çox sağ olun dəyərli fikirləriniz üçün. Hörmətli izləyicilərimiz, xatırladım ki, bugün studiyamızın qonağı uşaq və yeniyetmə psixoloqu Murad Akif Soy bizimlə idi. Və belə bugünlük bizim efirimizin sonuna gəlib çatdıq.